adı Ömər olur, Ömər. Çünki bu adı biz əslən qoymadıq. Çünki bu adın sahibləri əksərən tarixdə çox murdar insanlar olurlar. Çox murdar insanlar olurlar. Adı olur Ömər. Gələ düşür denə Şiə kəndinə. O kənd ki, tamam oran nəhli, onlar qıtı Şiə. Düşür bunların içərisinə. Qəribdir, kəndi tanımır, yer bilmir. Qalmağa da bir yeri yoxdur. Hara gedir, birinlə bir münasibət qursun filan. Soruşurlar bundan deyil, adın nədir, deməm adı Ömərdir. Deyil, bizim Ömərlə işimiz yoxdur. Biz Ömərlə bu ad bizə xoş gəlmir, bəyənmirik bu adı. Çıx get qardaş, xudafiz. İndi hava qərəlib, oturub bir yolda, üstədə bir yerə dayanıb, heç yerin yoxdur getməyə. Bir dənə ağsaqqal kişi keçir, deyir, baba, niyə oturmursan burada, hava şəfək qərəlib evvə, get ki nə? Deyir ki, hara gedim, evim yoxdur. Deyir, burada məyər var da, burada gözəl insanlar, bu kəndin cəmat dindardır, get, biri sənə evində yeri verər, qonaqsan, qonaq Allah qonaqıdır, qəribsən burada. Deyir, əmi gedirəm getməyinə. Otururam biraz məndən ki, adını soruşurlar, deyirlər, adın nədir, deyir, adım Ömərdir, məni qovurlar. Deyir, demək, problem sənin adındadır. Adını dəyiş. Deyir, necə pasportda adın Ömərdir. Deyir, yox da, müvəqqəti burada adın soruşsalar, adın nədir, adım Əlidir. Əli desin, bunlar hamı sənə evində canlarını da verər, yerini də verər. Axırda nəticə alacaqsan, bax, diqqətlə qulaq as. Gəlir bir qapını döyür, Evyəsi açır, girir içəri, oturur, danışırlar filan, deyir, qonağam, qəribəm filan. Evyəsi baxır belə buna, deyir, qonaq, adın nədir? Deyir, adın Əlidir. Deyir, sən, qəşəng adın var sən. Keçir, biraz danışırlar oradan, buradan, insan danışır, onun iç yüzü çıxaraq da söylər, insanla münasibətdə olanda tanıyırsan, daha da danışmağından, hərəkətlərindən hiss edirsən. Nəsə, Evyəsindən bunun sözü çəpşənir. Evyəsi bir səhnə var, dur, rədd olun mənim evimdən. Adın Əli də olsa, amma sifətin Ömərə oxşayır. Danışığın, hərəkətlərin Ömərə oxşayır, dur, rədd olun mənim evimdən. Ad bu qədər təsir qoyar insana, mənim əziz qardaşlarım. Elə Ömər demiş ki, mən bunu dənizəli məhsərdir. Peyğəmbər libasında qardaşımız ələşir və mənim əziz qardaşım ələşir. Tamam alimlər buradadır. Məhsər adı məhsəridir. Sən əlinin düşmənindən şükür ağanı nə cür tərif elədi. Məkkədə cəmaat təvaf edirlər. Allah görənə görməyənə qismət eləsin, Allahın evini ziyarət eləyəsin, zəngin olasın, imkanınız olsun gedərsin inşallah. Allah deyir, Qur'anda mən istəfa'a iləyhi səbila. Onlar ki, onların imkanları var bu yola getməyə. Allah sizə inşallah qismət eləyər. Bir dənə cavan oğlan Kəbə ilə təvaf eləyə. Allahdan utanmırdı, naməhrəmə baxırdı. İmam-ı Əli də həmin vaxtı Məkkədə idi, həcdə. Həcc mövsulu idi. İmam-ı Əli gördü ki, bu naməhrəmə baxır, Allahın elini təvaf eləyir, gəldi bir şirlər oturması səbəbinə. Bu getdi, ikinci xəlifə şikayət elədi, Ömər ibn Xəttab. Dedi, məni Əli vurub Allahın elində, Allahın hərəmində. Çarptırdı bu zamanı. İmam Əli də ağa gəldi ora. Ömər soruşdu, dedi, ya Əli, Əli, niyə döyürsən bu zamanı? Bax, sözə bax. İnsanın fəziləti ondadır ki, insanı düşmən tərif eləyər. Həqqin əlindən alır. Amma bir isə arada da olsa həqqi deyir. İmam Əli dedi ki, Allahın evi təvaf eləyir, naməhrəmə baxırdı. Bunu deyəndən sonra bu cavan, Ömər tutdu üzüm cavana, dedi, cavan, rəətkə eynullah və zərəbətkə yədullah. Səni Allahın gözü gördü. Səni Allahın gözü gördü. Səni Allahın əli vurdu. Sən sözü təhvil ala bildin nə dedi? Səni bu göz, səni Allahın gözü görür. Allahın gözü olmaz, gör nə ara işğal edir. Və zərəbətkə yədullah. Səni Allahın əli vurdu. Ay sənin əllərivə, canıva, adıva, yoluna qurban olaq. Ya Əli ibn Əbi Talib. İmam Əlinin mütəhhər ruhuna salavat zikr elə.